Dakslar içərisində ən çox istifadə olunan funksiyalardan biri də user relationship funksiyasıdır. Bu funksiya eyni iki cədvəl arasında birdən çox əlaqə olarsa istifadə olunur. Əvvəlcə biz aktiv və passiv əlaqə nədir? Bunlara baxaq. Aktiv əlaqə gördüyünüz kimi hazırda bizim sales və kalendar table arasında iki əlaqədir. Burada gördüyümüz əlaqə var və bu bütöv xəttdir. Bu isə aktiv əlaqənin olduğunu göstərir. Power BI-də hesablamalar apararkən standart olaraq həmişə aktiv əlaqəni nəzərə alır və istifadə edir. Passiv əlaqə isə odur ki, bizim sales cədvəlimizdə order date-dən əlavə bir də ship date adında bir tarix sütunumuz var. Hazırki əlaqəmiz göründüyü kimi order date üzərindən qurulub. Biz indi ship date sütununu da date sütunu ilə əlaqələndirsək, bu zaman buradakı işarə gördüyünüz kimi deaktiv olub. Yəni avtomatik olaraq passiv əlaqə yaranır. Çünki iki cədvəl arasında əlaqə qurarkən birdən çox əlaqə qurduğumuz zaman birincisi aktiv olur, qalanları isə passiv olur avtomatik olaraq. Qırıq-qırıq xəttlərdən də görünür ki, bu əlaqə passiv əlaqədir. İndi isə niyə user relationship lazımdır, buna baxacağıq. Biz satışları order date sütununa görə edirdik. İndi məsələn ship date-ə görə etmək istəsək, nə etməliyik? Bu zaman user relationship istifadə etməliyik ki, həmin media üzərində passiv əlaqəni aktiv eləsin. İndi nümunələrlə baxaq və ən sonda fərqini görəcəyik. Sales cədvəlinə keçsək, burada bizim total salesimiz var. Bunu bir kart vizualı əlavə eləyib total sales mecasını ora qoyuram və gördüyünüz kimi ümumi bizdə saleslərin cəmi 87,49 milyon bu şəkildə görünür. Və biz bura bir slicer əlavə etsək, kalendar cədvəlimizdəki date bura əlavə edirik. Bunun da formatını dəyişim, daha rahat seçə bilək deyə. Məsələn, drop down edirəm. Bu şəkildə. Gördüyünüz kimi sliceri işlətsək, nəticə dəyişir. Bu şəkildə qalsın. İndi isə biz user relationship istifadə edərək ship date sütununa görə də bir cəm hesablayaq. Gəlirik buradan, sağ klik edirik və new measure. Burada isə bir ad verək. Məsələn, sales ship date yazaq. Bərabərdir. İndi burada calculate funksiyasını çağırıram. İçərisində sum istifadə edəcəm. Sales amount sütununu çağırıram. Daha sonra buradan mötərizəni bağlayıb vergi qoyuram. Burada isə artıq user relationship funksiyasını da çağırıram. Birinci olaraq burada bizə lazımdır ship date sütunu və daha sonra vergül qoyuram və kalendar date, kalendar table bu sütunumuzu da gətirirəm və enter basıram. İndi yenidən bir kart vizualı əlavə edim bura. İndi bura sales ship date əlavə etdim. Və burada tarix sütununda məsələn hər hansı bir tarixi seçərkən gördüyünüz kimi ship date üçün ayrı bir nəticə, bu isə bizim order date sütunumuza görə ki, cəmi idi, yəni aktiv əlaqə olduğuna görə. Burada isə fərqli nəticələr gəlir. Yəni sifariş verilmə və çatdırılma tarixləri təbii ki, fərqli olacaq və oradakı cəmlər təbii ki, fərqlənir. Bu şəkildə nəticələr fərqlənir. İndi biz bir line chart da əlavə edib burada baxa bilərik.
Məsələn, bura date üsulumuzu əlavə eləyək. Daha sonra sales ship date əlavə eləyək və total sales əlavə edəcək. Burada nəsə əski qaldı. Bir dəqiqə. Sadəcə burada slicer seçilib. Bunu ləğv eləsək, gördüyümüz kimi bu şəkildə ship date və order date-ə görə olan total salesimiz görünür və biz burada bu şəkildə drill down etsək, gördüyünüz kimi aylara görə də necə dəyişdiyini, yəni biraz fərqlərin olduğunu görəcəyik. Çünki burada çatdırılma və sifariş olunma tarixlərində cüzi fərqlər var. Ona görə də ümumilikdə fərqlər yaranır. Bu şəkildə biz artıq user relationship nədir onu öyrəndik. Yəni iki cədvəl arasında eyni anda bir aktiv əlaqə ola bilər. Digər əlaqələr passiv əlaqə olacaq. Həmin biz passiv əlaqəyə görə hər hansı bir hesablama yaratmaq istəyiriksə, bu zaman user relationship-dən istifadə edib həmin meja içərisində sadəcə passiv əlaqəni aktiv əlaqə kimi göstərə bilirik. Amma bu zaman aktiv əlaqəyə heç bir şey olmur, olduğu kimi qalır. Passiv əlaqə müvəqqəti olaraq aktivləşir həmin meja içərisində.